Bilirsiniz, bütün indi Rusiyanın davranışı hesablanıb ona ki, Avropa ölkələrinə xoş gəlməklə, qorxutmaqla onları birinci növbədə, yəni Ukraynanın silahlanmasına və maliyyə dəstəyinə yayındırsın. Azı Avropa ölkələrin demək olar ki, indi demokratiyada bir qismi qorxub, çəkinsə öz hökumətinə təzyiq etsin ki, Rusiya ilə gedin bir dil tapın və əsas odur ki, Ukraynanı məcbur edin ki, Rusiyanın və Putinin istəyinə uyğun olaraq təslim olsun. Avropa ölkələri bunu etmək istəyində deyillər. Alyaskada Putin Trumpla görüşəndə yekəxana demişdi ki, indi Trump buna təklif eləmişdi ki, atəşkəs təmin olunsun, Krımın ABŞ tərəfindən tanımaqla bağlı müəyyən bir vədlər verilirdi. ABŞ tərəfindən sanksiyaların bunun müqabilində yumşalması demək olar ki, təklif olunurdu. Putin dedi ki, mən yay hücum vaxtı Ukraynanı təslim etməyə məcbur edəcəm. Heç nə edə bilmədilər. Onun bütün hücum əməliyyatları vır tut gətirib ona çıxartdı ki, indi az qala 100 min adam orada qurban verilib, ancaq heç Ukraynanın 1% ərazisini tuta bilmədilər. Və bunu görərək Trump'ın da mövqeyi dəyişdi. Baxın, bu dəfə Zelenski ilə də görüşəndə elan etdi ki, Rusiya heç nəyə bacarısı deyil və Ukrayna nəinki müqavimət göstərmək imkanındadır. Lap öz torpaqlarını qaytara da bilər. Yəni Avropa buna köməklik etdiyi halda. İndi Rusiya özü elə bil ki, Putin özünü tələyə salıb və çalışır indi elə bil ki, yəni o təyyarələrin uçuşu, dronlar, sonra indi mətbuatda oxudum, daha təhlükəli bir əməliyyat indi gəmi göndərib ki, bildiyiniz kimi indi Böyük Britaniya adadır və o kabellər, sonra optik əlaqələr, indi biz rəqəmsal dövrdə yaşayırıq. Bu, yəni kabellərin gedən yerdə orada onun bir gəmisi indi gəzir və Britaniya, ABŞ deyir ki, o təkcə kəşfiyyat deyil, yəni təxribat üçün də orada durub. Bunlar hamısı çox təhlükəlidir. Ancaq düşünmürəm ki, açıq şəkildə Rusiya NATO ilə toqquşmaya gedə bilər.